Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Aparıcı Xoşqədəm Bəxşəliyeva Instagram hesabında izləyiciləri ilə yeni video paylaşıb, belə ki, o əkizləri ilə birlikdə Şahdağa yollanıb və tətil edib. Həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olub bizə dəstək olmağı unutmayın. Dostlar, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Neyinirik? Silsile. Özümə yeni maceralar tapmışam və çox yaxşı da ki tapmışam. Mükəmməldir. Mükəmməldir. Möhtəşəmdir. İnanın mənə ki, bütün belə deyək də, yəni əsəblərim tamamilə sakitləşib deyə bilərəm. Neysə ki də. Mən ümumiyyətlə dostlarıma həmişə sevdiyim nələr varsa onlara məsləhət görürəm də. Tutaq ki, tenis, səhər 6-da durub idman eləmək. Amma mənim dostlarım heç bunu da sən Xoşqədəm gəl, yəni yaxşıdır, heç deməyibdilər. Amma olsun.